Qurandan başqa heç nəyi qəbul etmirəm deyənlər, biraz yaxın oturun, sizə bir sualım var. Mən sual qoydum ki, sizə maraqlıdırmı Quran əlimizə necə gəlib çatıb? Bir, Quranın orijinal mətn olaraq gəlib bizə əlimizə çatmasıdır. Bir də onun oxunuş formasının bizə gəlib çatmasıdır. Axtarış edin ki, Quranın ilkin nüsxələri nədir? Hardandır? Məsələn, sizin bu dəqiqə əlinizdə bir çox divanlar var. Məsələn, Füzulinin şeirləri, qəzəlləri. Bir gün sizə maraqlı olubmu ki, Füzuli hələ yaxın tarixdir. Bu niyə istinadən bunu Füzuliyə istinad edirlər? Niyə əsasən Nizamiyə istinad edirlər? Hanımının ilkin nüsxələri, neynən sübut edə bilərsən mənə? İndi bax, eynən bu mərhələdə var. Neynən sübut edə bilərsən mənə? Siz 1000 kim olsun, Səna, məsələn, nüsxəsi olsun, bu cür. Baxın, əzizlər, bax, Quranın ilkin nüsxələrindəndir bunlar. Siz baxsaz bunlara deyərsiniz ki, aman Allah, bunlar hieroglifdir ki, mən heç nə başa düşmürəm burada. Bəli, başa da düşə bilməzsiniz siz bunu. Siz elə bilirsiniz ki, Sıravi adi gündəlik məişət işi ilə işləyib, sonra gəlib neçə il dərs oxumuş, akademik təhsil almış adama boş şeydir deməklə hər şey olur. Yox, zaman saç-saqqal ağardırlar. İlkin nüsxələr ki, müəyyən dünyanın muzeylərində var. Məgər Quranın 100%-dirmi? Əlbəttə 100% deyil. Bəzisində məsələn 2 səhifədir, bəzisində 2 surədir, bəzisində də. Niyə əsasən sən Quranın 100% olan bu mətnini nüsxələrə əsasən çıxartmısan? İlkin yazılan nüsxələrdə ümumiyyətlə nə nöqtə var, nə hərəkə var ki, siz artıq oxuyursunuz. Hələ bir dəqiqə. Siz bilirsiniz ki, Quranın 7 qiraət növü var. Yəni ki, oxunuş. Biz onu oxuya bilək. 7 qiraətin üzərinə bir əlavə 7 qiraət də var ki, 14 edir. Və bu, haçan bu hərəkat başlayıb və nəyin əsasında bu tamamlanıb, bunları bilmək üçün əzizlərim, təhsil almaq lazımdır. Quran elmlərini bilmək lazımdır. Quranın tarixini bilmək lazımdır. Bəli, Sıravi oturub öz məişət işinlə gəlib burada öz ağlıva söz demək lazım deyil. Əlimdə Quran olmadığı üçün bunların bəzilərini kserokopiya etmişəm. Səudiyyənin çapıdır və elə bilərsiniz ki, başqa yerlərdə çıxıb bu. Yox. Bu müshəf yazılıb və nöqtələnib, tərtib olunub. Niyə əsasən? Ələma yuvafiqu rivayət Əbi Musa İsa ibn Mina. Rəvayət? Rəvayət? Bəli, əlbəttə rəvayət. Vəfat tarixi hicrətin 220-ci ilidir. Həzrəti Peyğəmbərin vəfatından nə qədər var? Həmin bu şəxs ki, ləqəbi Qalundur, o nəql edib filan kəssən, o filan kəssən, o filan kəssən, o filan kəssən və bilirsiniz ki, səhabələr özləri də dərəcə ilə fərqlidirlər ki, birinci səviyyə səhabələrdən və onlar da Peyğəmbərdən. Bu, Qalunun oxunuş rəvayəti. Bu, əzizlər, bu müshəf yazılıb və nöqtələnib, tərtib olunub. Əbu Ömər Həfs ibn Ömər ibn Əbdüləziz, ləqəbi də ki, Duri Əl-Əzdi Əl-Bağdadi, vəfatı hicrətin 246-cı ili. Yenə də Peyğəmbərdən nə qədər fasiləsi var. Bu ikinci, üçüncü, bu müshəf yazılıb və nöqtələnib. Niyə əsasən? Kimin rəvayətinə müvafiq olaraq? Əbu Səid Osman ibn Səid Misri, ləqəbi də ki, Vərş. Vəfatı hicrətin 197-ci ili. Yenə də o nəql edir filan kəssən, o filan kəssən, filan kəssən, gəlib çıxır axırda da ki, Peyğəmbərə. Əzizlərim, sonda bizim əlimizdə olan Quran kitabı. İndi bizim oxuduğumuz Quran kitabı Səudiyyə çapıdır. Bu, Müshəf-i Kərim yazılıb və dubitə, yəni nöqtələnib, tərtib edilib, aləmə yuvafiqu rivayət. Yenə də rəvayət. Kimin rəvayətinə əsasən? Həfs ibn Süleyman ibn Muğeyrə Əsədi Kufinin, o da kimdən gətirir. Sonda gəlir Ənin Nəbi sallallahu aleyhi və aleyhi və səlləm. Axırda da ki, Peyğəmbərdən. İndi Qurandan başqa heç nəyi qəbul etmirəm deyən əzizlər, niyə əsasən sən Quranın bu qarinin rəvayətinə müvafiq olaraq olan qiraətini seçmirsən? Bax, bu sualıma cavab verin. Mən hələ 4-ünü dedim, hamısını demədim. Niyə əsasən sən Həfsin rəvayətini seçmirsən? Bax, bunu deməlisən. Ola bilər TikTok'dan açırsan, görsən hansısa hoca deyir ki, o boş şeydir, bu boş şeydir, o boş şeydir. Gördünüz, rəvayətdir. Rəvayətdir və əsas məsələ burasında buradadır. Bütün rəvayətlər, əzizlərim, hələ mən 4-ünü dedim. Durini dedim,
qalunu dedim, vərşi dedim, bir də ki, həfsün qiraətini dedim. Və bütün bu qiraətlər sonda kimə gəlib çatır, Samir müəllim? Peyğəmbərə. Yəni sən Peyğəmbərin qiraətini əsas götürməlisən mənim. Peyğəmbərin qiraətini. İndi gördünüz Quranda Peyğəmbərin rolunu. Mən sizə bir maraqlı bir kitab da deyim ki, indi bilməm bunun çapı qalıb. Bax, Quranın tarixi. Bir müsəlmana zəruridir ki, bilsin ki, Quran əlimizə necə çatıb. Bax, Quranın tarixi Məhəmməd Hadi Mərifət, yəni çox böyük Quran mütəxəssislərindən biri olub. Alıb oxuya bilərsiniz ki, İmam Sadiq əleyhissalamdan nəql olunub ki, Quran vahiddir. Vahid tərəfindən nazil olub. Yəni, vahid olan, tək olan Allah tərəfindən nazil olub. Lakin onun qiraətindəki ixtilaf rəvayətçilərdəndir, qiraətçilərdən. Əzizlərim, siz hədis ixtilafından qaçmaq üçün bütün hədisləri rədd etmişsiniz. İndi Quran qiraətçi, daha doğrusu rəvayətçilərin ixtilafından necə qaçacaqsınız?